Salam, bugün sizlərə izah edəcəm generativ orqanlar A və B variantı. Vaxt itirmədən növbəti elə birinci sualımızdan başlayaq. Bizə deyir ki, birinci yerdə duran meyvəmiz olacaqdır pomidor. İkinci yerdə duran isə şaftalı. Bizə deyir hər ikisi üçün ortaq xüsusiyyətləri seçmək lazımdır. İkisinin yerinə yazılacaq olan. Burada deyir ki, şirəli meyvə yanlığına malikdir. Bəli, pomidor da, şaftalı da hər ikisi də şirəli meyvədir. Quru bir toxumludur, xeyr, quru deyil, quru deyil. Şirəli çox toxumludur. Pomidor gilə meyvədir, çox toxumludur, lakin şaftalı çox toxumlu deyil. 4 çıxır. Yaxşı inkişaf etmiş toxum qabığı var. Heç birində belə deyək də, yaxşı inkişaf etmiş toxum qabığı şaftalıda var, amma pomidor gilə meyvədə yaxşı inkişaf olmur. Ona görə cavab A variantı. Verilmiş diaqramda əks olunanlara əsasən X çiçəyi ola bilər necə? X çiçəyində erkəkcik yoxdur, çiçək yanlığı yoxdur, dişicik var və çiçək yanlığı var. Hansı ki bu necə olacaqdır? Bunun içərisində çiçək yanlığı yoxdursa, çiçək yanlığı da ləçək və kasa yarpağıdır. Kasa yarpağı və ləçəkdən, yəni çiçək yanlığından məhrum olan çiçəklərə qeyri-tam çiçəklər deyilir. Ona görə noxud, alma, günə baxan buğda çıxır. Qalır söyüd bitkisinin çiçəyi, ona görə C variantı. Növbəti keçək 3-ə deyir. Biz pomidor bitkisinin meyvəsini, meyvə yanlığı plus toxum yeyirik. Əgər ərik və günə baxan meyvələrin hansı hissəsi yeyilir? Biz əriyin, belə deyək də, içərisində toxumu, ümumiyyətlə meyvə yanlığı və toxumdan ibarətdir. Biz, məsələn, şaftalının sadəcə meyvə yanlığı, şirəli hissəsini yeyirik, toxumunu yemirik. Günə baxanın meyvə yanlığı isə qara rəngdə olur və yaxud da ağ rəngdə olur, tum. Biz o hissəni atırıq, təkcə içərisindəki toxumu yeyirik. Deməli, əriyin meyvə yanlığını, günə baxanın toxumunu yeyirik, A variantı. Növbəti 4-ə baxaq. Deyir ki, X bitkisi səbət çiçək qrupudur. Yarpaq tipi necədir? Səbət çiçək qrupudursa, bu böyük ehtimal mürəkkəb çiçəklər ola bilər. Buna günə baxan və yaxud da başqa mürəkkəb çiçəkli götürər. A, B, Y variantları çıxır. Yarpaqlarının yarpaq tipi mütləq şəkildə olacaqdır. Necə? Sadə yarpaq tipi olacaqdır. Yoncada mürəkkəb yarpaqdır, üçərdir. Çiçək qrupu başçıqdır. Ona görə cavab D-dir. 5. Deyir ki, bitkilər XZ'dir. Deyir, hansı fikir səhvdir? Toxumunun ehtiyat qida maddələrinin toplanması. Yalnız rüşemin ləpələrində toplanırsa, deməli, bu mütləq şəkildə 2 ləpəli bitkidir. Yalnız endospermdə toplanırsa 1 ləpəli. Rüşemin kökçük gövdəcik və ləpələrində hər bir yerində gedirsə 3 rəng bənövşə. Deməli, indi doğru səhv fikri tapaq. Deyir, X 2 ləpəli bitki ola bilər. Bəli, X ilə 2 ləpəli bitkidir, doğrudur. Zeytin çiçək qrupu sadə salxım ola bilər. Deməli, sadə salxım çiçək qrupu ola bilər, doğrudur. Deyir, Y-də ləpə qalxan şəkilli ola bilər. Y, belə deyək də, taxıllar fəsiləsinə aid olan bir ləpəlilərdir. Burada buğdanın, məsələn, ləpə yarpağı qalxan şəkilli olub, endospermə bir tərəfdən birləşir. Bu da doğrudur. X və Z eyni sinfə aid ola bilər. Bəli, X ilə Z hər ikisi 2 ləpəli bitki saymışdım. 2 ləpəlilər sinifinə aiddir. Y isə deyir, kök sistemi mil ola bilər. Y endospermə malikdir. Bir ləpəlidirsə, bir ləpələrdə mil kök sistemi olmur. Ona görə yanlış olan cavab Y variantıdır. Növbəti keçək 6-ya. Burada gördüyünüz tumdur, toxumca meyvədir. Toxumca meyvə olan səbət olacaq. Ola bilər, hansı ki, nəyi götürək? Rəqəmlər yazmalıyıq. Y-ə götürəcəyim olacaqdır. Məsələn, 7. Sonra qarğıdalı buğda, günə baxan X4 olmalıdır. Bu gördüyüm hansı ki, qıça çiçək qrupudur. Qıça çiçək qrupuna qarğıdalı T-yə 3 gedəcək. Meyvə tipi olaraq da nə götürülməlidir? Meyvə tipi olaraq da nə götürək? Dən meyvədir. Və salam. 8. Onda 6-ya uyğun olacaq cavab olacaq B variantı. 4, 7, 3, 8 B variantı. Sonra 7. Meyvə tipinə görə uyğunluq pozulmuşdur. Noxud, lərgə, akasiya. Hər ikisi, belə deyək də, paxlallar fəsiləsində paxla meyvədir. Kərəm, turf və zəri xat çiçəklərdir, buynuz meyvədir. Lalə, bənövşə, soya. Artıq soya burada
bu hissəyə aid olmalıydı. Ona görə yanlış budur. Buğda, arpa, çəltikdən meyvədir. Ərik, gilas, alça olacaqdır. Çərdək meyvə. 8. Çiçəkdədir. Erkəkcik budur. Bu şəkildə yerləşdirilmişdir. Sxematik hansı bitkilər bir evli ola bilər? Erkəklə dişi, bax görürsünüz, fərqi yoxdur. İstəyir eyni çiçəkdə olsun, istəyir ayrı-ayrı çiçəkdə olsun, fərqi yoxdur. Eyni bir bitkinin üstündədirsə, bunlar bir evlidir. Bir evli. Amma dişi bitki varsa, yalnız bir bitkinin üstündədirsə, deməli bunun erkəyi də başqa bir bitkidədir, 2 evlidir. Və buna uyğun da bir evli bitkiləri soruşduğuna görə X ilə Y ola bilər bir evli D variantı. 9. Deyir, düzgün ifadələri seçin. Çiçək saplaq və çiçək yatağı bilavasitə zoğ mənşəlidir. Ümumiyyətlə çiçəyin biz bilirik ki, şəklini dəyişmiş zoğdur. Və çiçəyin hissələrin yarpaq mənşəli ola bilər, gövdə mənşəli ola bilər. Saplaq, çiçək yatağı, bunlar gövdə mənşəlidir. Ləçəkdir, erkəkcik, dişicikdir, kasa yarpağıdır. Bunlar isə yarpaq mənşəlidir. Oxuyaq deyir, çiçək saplağı və yatağı bilavasitə zoğ mənşəlidir. Bəli, doğrudur. Cinsiyyətsiz çiçəklərdə azalma prosesi gedə bilər. Dırnaq arası azalma deyirsən, hər hansısa bir sözün mənasıdır. Azalma meyozdur. Meyoz bölünmənidir. Meyoz bölünmə cinsiyyət hüceyrələrinin yetişməsidir. Cinsiyyətlilərdə olur, cinsiyyətsizlərdə yox. Bir evli bitkilərin çiçəkləri bir cinsli ola bilər. Bəli, məsələn, qarğıdalı bitkisi, bax burada da gördüyümüz kimi bir evlidir, bir cinsiyyətli bitkidir. Ola bilər, doğrudur. 2 evli bitkilərin çiçəkləri mütləq bir cinsli olmalıdır. Bəli, bax məsələn 2 evlidirsə bir cinsli mütləq olmalıdır. Əgər 2 evlidirsə 2 cinsli ola bilməz. Bu da doğrudur. Bütün çiçəklər kasacıq olur. Bütün çiçəklərdə kasacıq olur ifadəsi yanlışdır. Məsələn, zambaq kimlər fəsiləsinin nümayəndələrində kasacığa rast gəlinmir. Yanlışdır. Bir evli bitkilərin çiçəkləri 2 cinsli ola bilər. Bəli, ola bilər. Altını da götürürük. Cavab burada 1, 3, 4, 1, 3, 4, 6 A variantı. Aşağıdakı bitkilərin deyir, hansının cinsi çoxalması üçün bir fərdin olması kifayət deyil. Bir fərdin olması kifayət deyil. O deməkdir ki, bir bitkinin üzərində erkəkcik var, başqa bir bitkinin üstündə dişicik var. Bunlar çoxalmaq üçün 2 fərd lazımdır. Bir fərd olması üçün erkəklə dişi eyni bitki üstündə olmalıdır. Ona görə də biz 2 evli bitkilər götürməliyik. Buna çətənə, cil, sonra söyüd, qovaq, gicitkən, cilin bəzi növləri, quzuqulaq bu tipli bitkilər götürülməlidir. 11. Yetişmiş toxumda deyir endosperm olmur. Endosperm əvvəlcədən olur bütün toxumlarda. Lakin 2 ləpəli bitkilərdə inkişaf etdikcə rüşeym tərəfindən məhv edilir. 2 ləpəli bitkilərdə heç vaxt endosperm olmur. Çiçəklərin fərqli yerləşən bitkini seçin. Məsələn, ərikdir, şaftalıdır, günə baxandır. Daha doğrusu ərik, şaftalı, lalə, heyva. Bunların hər birinin çiçəkləri tək-tək yerləşir. Amma günə baxan səbət çiçək qrupu əmələ gətirir. Qrup halındadır C variantı. Sonra 13-dir. Şəkildə çiçəyin əsas hissələri əks olunmuşdur. Çiçəyin əsas hissələri dedikdə erkəkcik və dişicik nəzərdə tutulur. 4 rəqəmi ilə dişicik, 5 rəqəmi ilə isə qarada görünsə erkəkciklər nəzərdə tutulur. Burada cavab 4-5 Y variantı. Qeyri-tam çiçəkli bitki hansıdır? Qovaq bitkisi götürəcək. O qeyri-tam çiçəklər odur ki, nə ləçəkləri, nə də kasa yarpaqları olmur. Yəni çiçəkləri bir növ tam çiçəyə bənzəmir də. Çiçək adlandırmaq olmur. Şəkildə əks olunan çiçək qrupuna aid bitkiləri seçin. Hansı ki, əsas oxun üzərində çiçəklər saplaqlı şəkildə müxtəlif səviyyələrdən çıxaraq eyni səviyyəyə gəlib çatırsa bu qalxandır. Qalxana biz armud, sonra yemişanda rast gələ bilərik. Bir də feoxada cavab olacaq A variantı. 16. Çiçək yanlığı eyni cür yarpaqlardan təşkil olunub dedikdə bu mütləq şəkildə zambaq kimlər fəsləsi və yaxud da sadə çiçək yanlıqlı olanlar inci çiçəyi, dağ laləsi götürüləcək və burada cavab olacaqdır. Bir də başqa baxım nə var? Dağ laləsi, inci çiçəyi 2-3 cavab C variantı. 17. Əksər hallarda dişicik ağızcığı bilavasitə harda yerləşir? Əsasən dişiciyin ağızcığı
yerləşməlidir sütuncuğun üzərində. Sütuncuq isə yerləşməlidir yumurtalığın üzərində. Əksər hallarda bu şəkildə olur. Bizə deyir, əksər hallarda dişicinin ağzı bilavasitə hara birləşməlidir? Sütuncuğa birləşməlidir. Şəkilli dəyişmiş bitki orqanları hansı meyvə əmələ gətirir? Məsələn, meyvə kök. Şəklini dəyişmiş bitki orqanlarının hansı? Biz deyirik ki, çiçək şəklini dəyişmiş zoğdur. Zoğlar meyvə əmələ gətirir. O zaman 18-də çiçəyi götürəcək. Çiçək şəklini dəyişmiş zoğdur və meyvə əmələ gətirir. Quru çox toxumlu meyvələri seçin. Quru çox toxumlu meyvələr qutucuq meyvə olmalıdır. Paxla meyvə və buynuz meyvə 2, 4, 5. 2, 4, 5 A variantı. Tam çiçəklərdə əsas üzvlərin qeyri-tam üzvləri olan nisbəti. Tam çiçəklərdə 6 hissə var. Əsas hissələr erkəklik və dişicikdir. Qeyri-əsas hissələrin tam hissə əsas üzvlər 2 ədəddir. Erkəklik, dişicik. Yerdə qalan 4 hissə isə qeyri-tamdır. O da 1-in 2 nisbəti B variantı. Hansı bitkinin toxumunda ehtiyat qida maddələri həm rüşeymdə, həm də endospermdə toplanır? Biz burada elə bir bitki götürməliyik ki, bu bitkidə həm rüşeymin hissələrində, həm də endospermdə toplansın. Burada cavab 3 rəng bənövşə olacaqdır. 22. Deyir, çox çərdəkli meyvələri seçin. Çox çərdəkli meyvələrimiz olacaqdır. Burada moruq, bir də böyürtkən. Çox mürəkkəb yığım çərdək meyvə götürülür. D variantı. Bir ləpəli bitkiləri seçin deyəcək. Buğdadır, quş əpəyi 2 ləpəlidir. Yonca, sonra arpanı götürəcəm, soğanı götürəcəm. Zambaq götürəcəm və salam. 1, 4, 5, 6 olmalıdır. Sonra 24. Şəkildə əks olunan çiçək qrupuna uyğun bitkiləri seçin. Hansı ki, bu başlıq çiçək qrupudur. Bütün yoncanın nümayəndələri bura aiddir. 1 ilə 3 cavabı olacaqdır. Sonra keçək 25-ə. Meyvə yanlığı 2 taycıqdan ibarət olan bitkilər seçin. Hansı ki, 2 taycıqdan ibarət olan bitkilər buynuz meyvə ilə paxla meyvə idi. Fərqləri bu idi ki, paxla meyvədə toxumlar paxlanın taycığın üzərində yerləşirdi. Buynuz meyvədə isə toxumlar ara kəsmə olurdu, nazik onun ortasında yerləşirdi. Ona görə paxlanı, kələmi, turpu, soyanı götürürük. 1, 2, 6, 7-ni. 26. Meyvəsindən qida kimi istifadə edilmir. Məsələn, biz kələmin meyvəsi buynuz meyvədir. Biz amma kələmin yarpağını yeyirik. Kartofun gövdəsini yeyirik. Turpun kökünü yeyirik. Gilasdır, arpadır, pomidordur. Bunların meyvəsindən istifadə edirik. Amma 1, 2, 3-ün isə yalnız fərqli orqanlarını, kələmin yarpağını, kartofun gövdəsini, gövdə yumrusunu, turpun meyvə kökünü yeyirik. 27-yə keçək. 27 nömrəli sualımız uyğunluqdur. Deyir ki, qarğıdalı. Qarğıdalı qıça çiçək qrupudur. 1-ə gedir A. Eşək qanqalı səbətdir. 2-yə gedir. Albalı heç birinə uyğun deyil. Zəncir otunu aid edirəm. D 2-yə gedir. Günə baxan da Y bura gəlmiş olur. Və burada cavab bu şəkildədir. 1-ə A, 2-yə B, D, Y. Sonra növbəti gələk bura situasiyamıza. Deyir, aşpaz Azərbaycan milli yeməyi olan piti bişirən zaman ət və müxtəlif bitki məhsullarından istifadə edir. Əgər əsasən yemək reseptində bitki məhsullarından noxud, soğan, kartof, zəfəran bitkiləri daxildir. Adı çəkilən bu toxumlardan 2 ləpəsi olan bitkiləri müəyyən edin. Məsələn, noxudla kartof. Noxudla kartof olacaqdır 2 ləpəli bitki. Adı çəkilən bitkilərin yeraltı olğan şəkildəşməsi hansı zoğ şəkildəşməsidir? Məsələn, soğan gövdə şəkildəşməsidir. Soğanağa çevrilir. Soğanaq. Sonra kartofda gövdə yumrusu var. Zəfəranda da yumrulu gövdə yumrudur. Soğanaqlı yumru deyirlər. Zəfəran soğanaqlı yumrudur. Soğan soğanaqdır, kartof da gövdə yumrusudur. Amma noxudda şəkildəşmə yarpağında bığcıqdır. Sonra adı çəkilən bitkilərin toxumunda olan ləpələrin sayının cəmini hesablayın. Noxud 2 ləpəlidir, soğan 1 ləpəlidir, zəfəran 1 ləpəlidir. Başqa bir də hansı bitki var? Kartof da 2 ləpəlidir. Toplayanda cəmi 6 dənə ləpə olduğunu saymaq olar.
A variantı bitdi. Növbəti keçək indi bunun vaxt itirmədən generativ orqanlar B variantına. Burada gördüyünüz səbət çiçək qrupudur. Səbət çiçək qrupunu biz görəcəyik 4 günə baxanda. Meyvəsinin tipi olacaqdır. Buynuz meyvə. Buynuz meyvə harda yazılır? Daha doğrusu buynuz yox, toxumca meyvə. Buynuz meyvə aşağıdakıdır. Buynuz meyvəni biz görəcəyik kələmdə T2-dir. Çiçək qrupu da olacaqdır. Sadə, salxım, ona görə 5. Birinci cavabda olacaq Y variantı. İkinci, şəkildə çiçəyin hansı hissələri bilavasitə zoğ şəkildəşməsidir? Zoğundan əmələ gələn, yəni gövdə şəkildəşməsi 1-dir. Bir də çiçək yatağı 1, 6, Y variantı. Biz pomidor bitkisinin meyvəsini yeyirik deyir. Bəs fındıq və alçanın nəyini yemiş olarıq? Fındıq, alçanın biz ümumiyyətlə toxumunu yemirik, meyvə yanlığını yeyirik. Fındığın isə meyvə qabığı odunlaşmış olur. Atırıq, toxumunu yeyirik. Toxumunu və meyvə yanlığını B variantı. Burada fındıq verib, bir də ki fındıq. Hansı ki B isə şaftalı. Deyir ki, bunlar üçün fərqli A meyvəsi B meyvəsindən fərqli olaraq. Deyir, çox toxumlu qurudur, xeyr, şirəli çox toxumludur, yox, quru bir toxumludur, şirəli bir toxumludur, yox, yalnız 3 D variantı. 5-ci, deyir, zəncir otun çiçək qrupu səbət, meyvə, yarpaq tipi sadə, yonca başçıqdır. Yonca, deməli səbət, başçıq, yarpaq tipi də mürəkkəbdir, D variantı. Meyvə tipinə görə uyğunluq pozulmuşdur. Noxud, lərgə, akasiya hamısı olacaqdır burada paxlalı. Kələm, turp, kartof. Kartof gilə meyvədir. Ona görə pozulmuş hissə olan elə budur. Buynuzlu kələmdən turp. Yetişmiş toxumlarında endosperm olur. Endosperm olan o deyirsə 2 ləpəlləri çıxırıq. Buğdan götürməliyik. Yetişmiş toxumlarında. Yetişməmiş toxum istəyir 1 ləpəli olsun, istəyir 2 ləpəli olsun. Həmişə endosperm var. Böyük inkişaf etdikdən sonra artıq yetişmiş toxumda 2 ləpəlidirsə endosperm olmayacaq, 1 ləpəlidirsə endosperm olacaq. Çiçək yanlığı eyni cür yarpaqcıqlardan təşkil olunmamışdır deyirdisə, zambaqları çıxırıq, 1, 4, 5-i götürürəm B variantı. Əksər hallarda dişicik yumurtalığına bilavasitə nə ilə birləşir? Əsasən sütuncuq vasitəsilə birləşir. 10-cu sual. X çiçəyi ola bilər. X nəyin çiçəyi ola bilər? Məsələn, dişiciyi var, çiçəyin saplağı var, çiçək yanlığı yoxdur, erkəkcik yoxdur. Qovaq bitkisinin çiçəyi ola bilər. Bayaqki kimi necəsə ki, eynən biz götürmüşdük orada söyüd bitkisini. Zəncir otunun meyvəsi necədir? Zəncir otu səbət çiçək qrupudur. Səbət çiçək qrupunda olan bütün bitkilər istisnasız bu toxumca meyvədir. Qeyri-tam çiçəkli bitki odur ki, söyüd bitkisidir. Söyüd, qovaq, ardıc, tuya, bunların hər biri qeyri-tam çiçəklərə, tuyanı deməməliydim, üzr istəyirəm, söyüd, qovaq, fındıq, qoz, bu tipli bitkilər olmalıdır qeyri-tam çiçəklərə. Çiçəkləri fərqli yerləşən bitkini götürək. Alma təkdir, sarımsaq təkdir, soğan təkdir, heyva təkdir, amma albalı çiçək qrupu əmələ gətirir. Quru bir toxumlu bitkiləri seçin. Quru bir toxumlu dən meyvədir, toxumca meyvədir. Gilə meyvə quru deyil, ona görə 1 ilə 6 Y variantı. Tam çiçəklərdə zoğ mənşəli üzvlərin sayını, yarpaq mənşəli üzvlərin sayına, gövdə mənşəlilər dedik ki, saplaqla yataqdır 2 dənədir, yarpaq mənşəlilər 4-dür, yenə 1-in 2-yə B variantı. Hansı bitkinin toxumunda ehtiyat qida maddələri həm rüşeymdə, həm də endospermdə toplanır? Burada bu qaydada olmalıdır. Burada cavab olacaq. Nə yeyir? Toxumunda ehtiyat qida maddələri həm rüşeymdə, həm də endospermdə toplanır. Burada olacaq qaymaq çiçəyi. Digər testdə də bunun eynisi idi. 17. Yalançı meyvələri seçin. Yalançı meyvələr dedikdə meyvənin əmələ gəlməsində yumurtalıqla bərabər çiçəyin digər hissələri, çiçək yatağı da iştirak edirsə, bunları yalançı meyvələr deyilir. Hansı ki, mən buna götürəcəm qarpızı, almanı və çiyələyi. Çiyələyin meyvəsinin əmələ gəlməsində çiçək yatağı iştirak edir. Ona görə cavab Y-dir. Hansı ki, bu çiçək qrupu olacaq qarğıdalıda və kala bitkisində. YouTube-dan və yaxud da belə deyim, Google-dan həmin bitkinin şəklinə baxmaq olar. Həmin bu bitkidir. 19.
Deməli, bu da yenə bayaqki kimidir. Yalnız rüşeymdə birləşirsə 2 ləpəli, 1 ləpəli endospermdə. Buna da nə bilim 3 rəng bənövşə. Bənövşə. Deyir bizdən səhvi müəyyən edin 19-da. Deyir X 2 ləpəli bitki ola bilər. Bəli, doğrudur. Z-in çiçək qrupu qıça ola bilər. Z belə deyim də 3 rəng bənövşədir. Qıça çiçək qrupunu da biz gördük bir qarğıdalıda. Bir də kala bitkisində. Ona görə elə səhv cavab B variantıdır. 20. Deyir hansı çiçəklər iki evli ola bilər? Erkəkcik və dişicik eyni bitkinin üstündə olan bitkilər bir evlidir. Amma erkəkciklər ayrı, dişiciklər ayrı bitkidədirsə Z götürüləcək. Burada cavab Y-dir. Bir iki evli sayılır. Düzgün ifadələr seçin. Çiçək saplağı və ləçəyi bilavasitə zoğ mənşəlidir. Ləçək heç vaxt zoğ mənşəli deyil, səhvdir. Cinsiyyətsiz çiçəklərdə azalma gedə bilməz. Bu doğrudur. Bir evli bitkilərin çiçəkləri bir cinsli ola bilər. Bir evli bitkidirsə, bəli, erkəkcik ayrı, dişicik ayrı ola bilər. Doğrudur. 2, 3, sonra... İki evli bitkilərin çiçəkləri mütləq iki cinslidir. Xeyr, mütləq şəkildə bir cinsli olmalıdır. Yanlışdır 4. 1-in və 4-ün olduğu variantlar çıxsaq 6, 2, 3, 6 olacaq cavab. Aşağıdakı bitkilərin hansı cinsi çoxalması üçün bir fərdin olması kifayətdir? Məsələn, gicitgən çıxır, çətənə, quzqulaq, qovaq çıxır. Çünki bunlar iki evli bitkilərdir. 2 fərd iştirak eləməlidir. Amma noxudun erkəyi və dişisi eyni bitkidədir deyə bir bitki kifayətdir. 2 ləpəli bitkilər seçin deyir. Arpa, buğda gedir. Zambaq gedir. Soğan gedir. Qaldı 2, 3, 7, 8. 24. Şəkildə əks olunan çiçək qrupuna uyğun bitkilər seçin. Səbətdir. Səbətə götürəcəyik biz. Günə baxan zəncir otu. Cavab olur 3, 5. 25. Meyvə yanlığı 2 taycıqdan ibarət olan bitkilər seçin. Buynuz meyvəni götürməliyik. Şalğam 1, 2 və 7, 1, 2, 6, 7 cavabları götürülməlidir. 26. Meyvəsindən qida kimi istifadə edilir. Meyvəsindən, məsələn, kələmin yarpağıdır, turpun köküdür, karton gövdəsidir. Ona görə 4, 5, 6 cavabını götürəcəyik. Burada meyvəsindən başçıqdır. Başçığa götürəcəyik B-ni, Y-ni, B-yi. Bu mürəkkəbdir. Ona görə şüd və yer kökü mürəkkəb çətirdir. Şüd, C, D. Cəfərini də götürürük bura. A, D, Y. A, D, daha doğrusu A, C, D. Belə. Situasiyamıza baxaq. Yenə eyni situasiyadır. Şirəli çox toxumlu meyvədir. Buna noxudu götürəcəyik. Yenə hansı yeraltı orqan şəkilləşməsi soğanaqdır deyir. Soğanın adı çəkilən bitkilərin toxumlarında olan ləpələrin sayına görə müvafiq siniflər üzrə qruplaşdırın. 2 ləpəllər və 1 ləpəllər. Noxudla kartof 2 ləpəli, zəfəranla soğan 1 ləpəllər sinifinə aiddir. Bir də onu qeyd edim ki, onlayn dərslərimizə qatılmaq istəyirsinizsə, WhatsApp-dan mənlə əlaqə saxlayın. Nömrəmiz 051 447 02 51.